Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirildi. Qeyd etmək istərdim ki, Bakıda 7 beynəlxalq təşkilat, 24 ölkə və 42 enerji şirkətlərinin nümayəndələri toplaşmışdılar. İstərdim öncə bu barədə sizinlə danışaq. Buyurun. Təşəkkür edirəm. Həmişə olduğu kimi yenə də çox aktual məsələni müzakirə mövzusu etmişsiniz. Həqiqətən də haqqında bəhs edilən tədbirlər, yəni Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci görüşü, iclası və eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü görüşü çox əlamətdar bir hadisədir və xüsusilə bugünkü geosiyasi reallıqlar fonunda, bugünkü mürəkkəb dünyamız fonunda, bütün demək olar ki, qitələrdə və bütün regionlarda toqquşmaların və yeni çağırışların meydana gəldiyi bir reallıqda enerji təhlükəsizliyi məsələlərinin aktuallığı daha da artıb və həqiqətən də Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təbirincə desək, enerji təhlükəsizliyi milli təhlükəsizliyin son dərəcə mühüm bir komponentinə çevrilib. Milli təhlükəsizliyi enerji təhlükəsizliyindən kənarda düşünmək və qəbul etmək mümkün deyil. Və belə tədbirlər adından da göründüyü kimi əvvəl bir 10 dəfə oxşar tədbir olub, bir 2 dəfə də deməli, yaşıl enerji ilə bağlı tədbirlər keçirilmişdir, yüksək səviyyəli. Və hər belə tədbir əvvəlki illərdə görülmüş işlərə yekun qiymət vermək və eyni zamanda qarşıda hansı hədəflər, hansı vəzifələr dayanır və bunun müzakirəsi nöqteyi nəzərindən çox vacib məsələdir. Və fikir verirsiniz, söhbət daha çox gedir Azərbaycan və Avropanın enerji təhlükəsizliyi məsələlərindən. Yeri gəlmişdən sizin auditoriyanız üçün bunu söyləmək istəyirəm ki, Azərbaycan üçün enerji təhlükəsizliyi və Avropa üçün enerji təhlükəsizliyi eyni məsələlər deyil. Bunu qatışdırmaq olmaz. Azərbaycan üçün enerji təhlükəsizliyi bu ilk növbədə enerji marşrutlarının şaxələndirilməsindədir. Yəni biz öz enerjimizi, neftimizi, qazımızı müxtəlif marşrutlar, müxtəlif xəttlərlə Avropaya çatdıraq, dünya bazarına çatdıraq. Bir də var Avropanın enerji təhlükəsizliyi. O isə fikir verin, enerji mənbələrinin şaxələndirilməsi. Biz istəyirik ki, öz enerjimizi müxtəlif yollarla çatdıraq, onların sayı bir olmasın, bir neçə olsun. Yəni bu artıq stabil, sabit enerji çatdırılması deməkdir. Avropa üçün isə bu yox, enerji xəttləri yox, enerji mənbələri aktualdır, onlar müxtəlif olsun.